Çalışkan hazır olun. Buyurun. Salam, əziz televiziya tamaşaçıları və bu çəkilişə rəhbərlik edən Əli bəy, onun köməkçisi Günay xanım və hörmətli mənim operator oğullarım. Xoş gəlib, səfa gətirmişsiniz. Onu da deyim ki, mən başqa yerlərdə xidmət eləməyimə baxmayaraq, Sərhəd qəzetini həmişə izləyirdim və onun 100-cü nömrəsi çap olunanda mən ona çox maraqlı bir şeir həsrləmişəm, onu oxumaq istəyirəm. Bu şeir Sərhəd qəzetində səhv eləmirəmsə o vaxtı çap olundu. 92-ci il isti yay günü, istinə qovuşdum, eşqinə düşdüm. Sonra Azərbaycan gördü üzünü, bu xoş gün, xoş saat püşkümə düşdü. Min fikir, min duyğu qarışığıyla, əvvəlcə dişərti, sonra düzərti, gözümün, sözümün gür işığıyla böyüdün, əməlim barını verdi. Dünən sucuk yedin, yerdə boğlanan, bugünsə göy oğuz, göy ərən sərhəd, mənim ürəyimdə tumurcuqlanan, mənim ürəyimdə göyərən sərhəd, ağzımda dadlanan şəkərdin, qəndin, qanından yarandın öz amalımın, beşiyimdən qalxıb sərhədə getdin, sərhədçi əskəri istiqlalımın, alın yazısını kimsə yazanmaz, ona toxunmağa kimin nə həddi, qarışqa da keçməz, quş da pozanmaz, mənim ürəyimdən keçən sərhəddi. Sinəm bu sistəmdən yaralı, dağlı, Bakı, Təbriz ara paslı məftil var, sərhəd dosta açıq, düşmənə bağlı, onu açsa ancaq məhəbbət açar. Sənə tuşlanmasın çəp, əyri gözlər, hər xəttin, hər sıran dövlət sərhədi, səni od yurdular hər evdə gözlər, hər sətrin, hər misran dövlət sərhədi, igidlər boylanır polad səfində, hərəsi bir çınar əlində yaraq, sənin hər cümləndə, hər səhifəndə xoşca dalğalanır üç rəngli bayraq. Sən yağı oxuna, yağı daşına, yağı tənəsinə, çəpər sərhəddim, bu qanlı günləri yaz yaddaşına, mərmiyə, gülliyə sipər sərhəddim, dünən birinci say, bugün 100-cü, yolunda dayanan sədlər uçursun, yolun karvan yolu uzun, üzücü, 100 illik ömrünə uğurlar olsun, ürəyin döyünər sönməz odunda, qəlbim səninlə bir dərd keşik çəkər, dövlət sərhədimin fəxri postunda yuxusuz dayanan sərhədçi əskər, boynunda 100-cü sayın həmail, həmişə yaşılsan, daim baharsan, 3 günlük, 5 günlük, 10 günlük deyil, dövlət sərhədimiz durduqca varsan. Dövlət sərhədimiz, mən yenə də arzu edirəm ki, nə qədər dövlət sərhədimiz var, Sərhəd qəzeti də o qədər öz nəşrini davam etdirsin. Bu gözəl Sərhəd qəzeti. Bir də istəyirəm bunu geniş göstərəm. Mən çox istəyirəm ki, Sərhəd qəzeti öz nəşrini bərpa etsin